1-1 hesabı ilə çox yaxşı nəticə əldə etdi güclü rəqibinə qarşı və bu oyunda da futbolçularımız 0-1 hesabı ilə geridə olmalarına baxmayaraq ikinci hissənin əvvəlində hesabı bərabərləşdirirlər. Alınmadı, yaxın məsafədən komanda yoldaşına ötürmə vermək istirdi Branimir Subasic. Top meydandan çıxır. 6 Azərbaycan futbolçuları yerinə yetirirlər. Subasic qaydanı pozur. Hakim bildirir ki, Qazaxıstan futbolçuları cərimə zərbəsini yerinə yetirməlidirlər. Dərhal yerinə yetirirlər və Qazaxıstan futbolçularının indi tələsməsindən, hərəkətlərindən, meydandakı hərəkətlərindən anlamaq olur ki, onlar da Bakıdan belə hesabla ayrılmaq istəmirlər. Onlar da Bakıya qələbə üçün gəldiklərini göstərməyə çalışırlar. Əlbəttə, milli komandamız doğma meydanda oynayır. Doğma azarkeşləri qarşısında oynayır. Bu da futbolçularımız üçün bir üstünlüydür və əlbəttə ki, bu üstünlükdən istifadə etmək lazımdır. Azarkeşlərimiz havanın soyuq olmasına baxmayaraq bugün stadiona gəliblər. Vaqif Cavadovun ötürməsi Rauf Əliyevə verildi və 11 metrlik cərimə zərbəsi.